Bugün sizinlə Marco Polo'nun macərası haqqında danışmaq istəyirəm. Təsəvvür edin, 1271-ci ildir. 17 yaşlı bir Venesiya gənci ata və əmisi ilə birlikdə naməlum şərqə doğru yola çıxır. Nə xəritə var, nə müasir rabitə, nə də geri dönəcəklərinə dair bir zəmanət. Bu təhlükəli yolculuq tam 4 il çəkir. Qum fırtınaları ilə dolu Qobu səhrasından, dondurucu Pamir dağlarından və hətta Bakı neftinin qoxusu gələn yaxın şərq torpaqlarından keçərək Asiyanın o biri başına, İmperator Kublay Xanın sarayına qədər uzanır. O dövrdə Avropa hələ qaranlıq əsrlərin məişət qayğılarıyla yaşarkən, Marco Polo Çində tamamilə başqa bir sivilizasiya ilə qarşılaşdı. O burada sadə bir qonaq olmadı. Zəkası və dilləri sürətlə mənimsəmək bacarığı sayəsində Kublay Xanın ən etibarlı elçilərindən birinə çevrildi və tam 17 il imperiyanın ən gizli güşələrində xidmət etdi. Avropalılar üçün onun danışdıqları nağıl kimi idi. Daşlar yanır. Kömürün istiliyini ilk dəfə görən Marco Polo bunu təəccüblə təsvir edirdi. Kağız parçasını pul kimi işlədirlər. Metal sikkələrə alışmış Avropalılar üçün kağız pul ağlasığmaz bir cadugərlik kimi görünürdü. Xəbərlər külək kimi yayılır. Minlərlə atlı kuryerdən ibarət qüsursuz poçt sistemi imperiyanın bir ucundan digər ucuna xəbərləri günlər içində çatdırırdı. 24 ildən sonra Venesiyaya qayıdan Marco Polo hətta öz qohumlarını tanıya bilmədi. Əynində cırcındır Monqol paltarları olan bu adamlar xalatlarının astarından ovuc-ovuc qiymətli daşqaş çıxardanda hər kəsin dili tutuldu. Taleyin istehsasına baxın. Bu qədər diyar gəzən Marco, Venesiyaya döndükdən az sonra Cenevra ilə müharibədə əsir düşdü. Həbsxanada kameradaşı Rustichello'ya diktə etdiyi xatirələri Dünyanın Möcüzələri kitabı sonralar Avropanın dünya görüşünü kökündən dəyişdi. Hətta Xristofor Kolumb dənizə açılarkən altını cızaraq oxuduğu kitab məhz Marco'nun bu qeydləri idi. Sizcə bu həqiqət idi, yoxsa Marco Polo yalan danışırdı? Bu mövzudaşlar arasında illərdir davam edən ən böyük debatlardan biridir. Xüsusilə İngilis tarixçisi Francis Wood'un 1995-ci ildə nəşr etdiyi Did Marco Polo Go to China? Marco Polo Çinə gedibmi kitabından sonra bu şübhələr daha da alovlandı. Skeptik tarixçilərin əsas iddiası budur ki, Marco Polo Çinə heç vaxt çatmayıb. O, Qara Dəniz və ya Fars körfəzindən ərəb və fars təcirlərindən eşitdiyi hekayələri öz səyahəti kimi qələmə alıb. Çin mənbələrində xatırlanmaması bunun əsas ən güclü arqumentlərindən biridir. Çindəki Monqol sülaləsi bürokratik baxımdan inanılmaz dərəcədə dəqiq idi. Saraya gələn xarici qonaqlar, mühüm ticari sövdələşmələri və dövlət məmurları ən xırda detalına qədər arxivlərə yazırdı. Marco Polo xanın xüsusi elçisi olduğunu və 17 il yüksək vəzifədə işlədiyini iddia etsə də, Çin arxivlərdə onun adı bir dəfə də olsun keçmir. Böyük Çin səddindən heç vaxt bəhs etməməsi ikinci əsas arqumentlərdən biridir. İllərlə Çində yaşayan, ölkəni kənd-kənd gəzən birinin dünyanın ən nəhəng tikilisini, Böyük Çin səddini gözündən qaçırması inanılmaz görünür. Marco Polo'nun kitabında bu möhtəşəm tikili haqda tək bir cümlə belə yoxdur. Üçüncü arqumentə gəldikdə isə belə bir arqument mövcuddur ki, o gündəlik həyatın ən bariz detallarını unudub. Marco Polo Çin mədəniyyətinin ən xarakterik cəhətlərini belə qeyd etməyib. Çay içmə ənənəsi, yemək çubuqları, qadınların ayaqlarının sarınması, Çin əlifbası və ieroqliflər.
Hətta bu barədə deyək ki, Marco Polo'nun kitabındakı yer və şəxs adlarının çoxu Çin dilində deyil, fars dilindədir. Skeptiklər bildirir ki, o dövrdə İpək yolu üzərində ticarət dili fars dili idi və Marco Polo bu məlumatları Çinə getmədən fars tacirlərindən öyrənmiş ola bilər. Lakin bu arqumentlərə bəraət qazandıran faktlar da mövcuddur. Məsələn, Çin səddi. Marco Polo'nun olduğu dövrdə bugün bildiyimiz daş Çin səddi yox idi. Köhnə torpaq sədlər dağılmışdı. İndiki divarları əsrlər sonra Min sülaləsi tikib. Monqol sarayı Kubilay xan Çinlilərə etibar etmədiyi üçün ətrafında fars və digər əcnəbi məmurları saxlayırdı. Marco Çin cəmiyyətinə deyil, Monqol sarayına inteqrasiya olunmuşdu. Buna görə də fars dilindən istifadə edirdi. Məkanların dəqiqliyi. O dövrdə Avropada heç kimin bilmədiyi Çin coğrafiyasını, pul sistemini və xəritə detallarını bu dərəcədə dəqiq təsvir etmək uydurma hekayələrlə imkansız idi. Gecəniz xeyrə qalsın.